Kimiz haqqında danışmasılar məclis, xoş məclis deyil, maraqsızdır. Qeybətdən xali qalmaz. Bir yerə toplaşanda nəsə danışmaq istəyirlər. Hə, nə edək? Kimisə qeybət edək. Bilirsiniz, onlar sadəcə, bilirsiniz necədir? Onlar, yəni necə deyim, artistik. Onlar məsələn, başqalarından danışanda fitnə olmur. Qardaş, yəni bu deyirsən bu şeyi qardaş. Yəni sənə deyib Nakif, yoxsa Əlxana deyib qardaş. O sən nə deyirsən Əlxan üçün, Əlxan özü qoy cavabını versin də qardaş. Nəysə də biz Əlxanın söhbətini eləmək istəmirəm. Əlxanı yaxşı tanıyırıq qardaş. Sənin gözündən nəsə mələk kimi görsənə bilərəm, amma biz onu tanıyırıq kimi deyil, nədir, içində nələr var. Yəni Veysel Orucov təhlükəli insandır. O bütün dünyadakı Azərbaycan dilli xavaricilərin, təkfirçilərin və işitçilərin şeyxidir. Xəbəriniz olsun. Bu insanın iki sifəti var, iki məzhəbi var. Biri sizin üçün sələfə uyğun danışır o insan, biri də məxsus öz cəmaatı üçün. Aydındır, amma onlardan danışanda deyir, qışqırırlar ki, vaxtçı, şahçı, hər şey dağıldı, hər şey getdi, bəs fitnə. Amma özləri danışırlar, düzdür, belə aşkarda yox, aşkarda ilə qardaş olaq, bir olaq, söz-söhbət olmaz, hər yan gül çiçək olsun. Belə qılaqsan da avam deyir, nə yaxşı danışdılar, nə yaxşı da. Amma yox, pərdə arxası həddadı idilər ki, belə. Allah minəli şeylərə. Yəni, düzdür, şəxslər barədə danışanda iki şey fikir vermək lazımdır. Elm olsun, yəni cahillikcə yox, yəni birdən dəqiq məlumat olmalıdır. İkinci də adillik olsun, zülüm olmasın. Sən nədir, onu eləyinə, vəssalam. Ondan aşağı, ona görə biz hərdən qardaşlarla oturanda deyir, ancaq dini məsələlər bizi maraqlandırır, mənhəc məsələlər, biz başqa məsələlərə toxunmuruq. Baxmayaraq hərəsinin ətrafında başqa məsələlər də var, amma toxunmuruq. Bizi din maraqlandırır, mənhəcimiz, əqidəmiz, biz onu qoruyuruq. Aynındır. Onlara fikir verməyin. Onlar məsələn, onlardan danışanda deyirlər ki, qeybətdir. Onlar danışanda deyirlər sünnədir. Sonra onlar danışdılar, ona görə dedilər, yox, siz də danışan sünnə olur. Yəni, onlar belə oynayırlar, bilirsiniz, fikir verməyin. Hamısı nədəndir? Güclü mənhəcdən çıxıblar ona görə. Kim haqq yoldan çıxdı, nə gəldi danışır. Gah belə deyir, bəli.